qaraciyərin daxilində yaranır və öd kisəsinə yığılır. Daha sonra isə həzm sisteminə ötürülür, yəni bağırsaqlara və bu rolu da yenə öz üstünə götürür. Ödün olması isə həm həzmdə kömək edir bizə təbii ki, həm də xüsusən də yağlı maddələrin həzm edilməsi üçün öd turşusu çox önəmlidir. Əks halda yağdan bizim bədənimiz faydalana bilməzdi. Daha sonra həzm sistemindən qan dövranı vasitəsilə gəlmiş, yəni bağırsaq sistemlərimizdən gəlmiş qida maddələri, bura proteinlər aiddir, karbohidratlar, həmçinin də yağ turşuları qaraciyərdə sintez proseslərinə məruz qalır. Triqliseridlər, müxtəlif lipidlər, hansı ki yağ dediyimiz şeylər burada qaraciyərdə yaranır. Bundan əlavə də glukogen dediyimiz maddə, hansı ki glukozanın uzun dönəmli variantıdır, depo variantıdır daha doğrusu. Bu da qaraciyərdə depolanır ki, bədən aclıq şəraitində bu depolardan istifadə edə bilsin. Buradan da bu nəticəyə gəlirik ki, qaraciyər həmçinin də bədən